всего 5 секунд. Вернем колени к себе на целых 30 секунд. Ссылка. И оставайтесь в этом положении 30 секунд. Пускайте еще 10 секунд. Прорабатывает косые мышцы живота. И достаточно. Videonun əvvəlində sizinlə salamlaşmamışdım. Ona görə elə burada hər birinizi salamlayıram. Dovşanlarımızı göstərdim. Gördünüz necə böyüyüblər. Artıq özləri gəzişirlər orada. Dünən bir dovşanı götürüb evə gətirmişdik. Uşaqlarla biraz onu oynatdıq. O da gəzişdi. Bir yerdə durmur. Elə bil həqiqətən də balaca bir uşaq kimi özünü aparırdı. Özünü hər yerə çırpırdı. Bir yerdə durmayan uşaqlar olur, belə hiperaktiv uşaqlar. Həmən o dovşanda hiperaktiv olmuşdu. Bir yerdə dura bilmədi. Qucaqda da onu saxlaya bilmədik. Ona görə apardıq təzədən öz anasının yanına qoymuşuq. Amma sizə çəkmədim. Mütləq yenə evə gətirəndə sizə balaca bir video çəkəcəm. Uşaqların da çox xoşuna gəlir onu evə gətirəndə. Bəzi qızlar yazmışdılar ki, balaca dovşan olanda onu əl vurmaq olmaz. Anası yoxsa özü onu öldürər ya da ki ona yaxın getməz. Biz uşaqlarla ona əl vurmurduq. Ancaq yoldaşım əl vururdu. Çünki o ana dovşanı özü sığallayırdı, qucağında saxlayırdı. O onun iyisini çox yaxşı tanıyır. Amma biz ona yaxınlaşanda həmişə bizə qəribə, elə bir ki, əsəbi bizə baxır. Ona görə biz heç əl vurmurduq. Sadəcə qıraqdan baxırdıq. Amma indi o biraz böyüyüblər, tükləniblər deyə, ona görə indi anası rahat bizə də icazə verir öz balalarına toxunmağa. Və bir neçə nəfər də soruşmuşdu ki, bu qədər dovşanı nə edirsiniz, nəyə görə saxlayırsınız? Yoldaşım onları hamısını satacaq, yəni balalarını satacaq. Artıq daha ucu klientimiz var. Bir dənə boşda olan dovşanımız qalmayıb. Hətta hələ də doğulmamış dovşanda növbə tutublar. Dedilər ki, mütləq balalayandan sonra bizi unutma, bizə də zəng vur, biz mütləq onu alacağıq. Bir balaca dovşan biznesi eləmək istəyirik. Yəqin ki, inşallah bizdə alınar və əgər siz də həyət evində yaşayırsınız, sizə də böyük bir məsləhətim, siz də heyvanları saxlayın, çoxaldın və yavaş-yavaş satın. Demək olar ki, kotlet artıq hazırdır. Burada 4 dənə qaldı və burada püre qoymuşam. Püre eləyəcəm. Kartuşka daha doğrusu qoydum, püre eləyəcəm. Belə. Bizim dondurmadan ancaq bu qaldı. O birislərini yemişik. Çox dadlıdır, sizə deyim. Keçən il də həmişə eləyirdim. Çox qəşəng marojnadır. Amma nəsə çox şirin oldu. Mən keçən il eləyəndə meyvələri də qatırdım içinə. Amma indi çiyələk bahadır. Banan almaq olar. Bananı alaram bir gün. İçinə çoxlu bananla eləyərəm ki, lap belə şirin olmasın. Biraz meyvə dadında olsun. Amma ləzzətlidir, dadlıdır. Biz çox bəyəndik. Belə. İndi artıq çiyələk satırlar. Bir dənə belə qara balaca yeşikdə 10 manata satırlar. Çox bahadır. Mənə elə gəlir ki, orada heç 2 kilo yoxdur. Bəlkə 1 kilo 800 qram belə hardasa. Lap 2 kilo olsun. Kilosu 5 manata, çox bahadır. Yavaş-yavaş bunun qiyməti düşəcək və artıq almaq olar. Nə vaxt ki düşər, mütləq alacağım. Biraz uşaqlar yesin, biraz da dondurma hazırlayacağım. Belə. Amma çox dadlı dondurma alındı. Qorxmayın, bura bizim uşaqların, qızların daha doğrusu otağıdır. Bir həftədir ki, mən bu otağa necə girmirəm. Qızlar özləri pasteli yığırlar və bugün dedim ki, heç nə əl vurmayın. Hər şey özüm yığışdıracağım. İstəyirəm bugün təmiz yığışdırım bu otaqda. Pərdələri, pərdə təmizdir bizdə. Pəncərələri siləcəm, pəncərə açacağım, qoy havalansın. Havalanma bizdə hər gündür. Mən hər gün səhər duranda fortiçka variantı açıram, havalandırıram. Düz günortaya qədər, sonra günorta pəncərəni bağlayıram. Sonra hər şeyi burada yığışdırmaq istəyirəm. Pol siləcəm, dama istisna siləcəm, biraz dezinfeksiya eləyim. Belə. Amma sizə çəkə bilməyəcəm, çünki sizinlə birlikdə mən buranı yığışdırsam, uzanacaq düz axşama kimi. Bugün işim lap çoxdur, ona görə çatdırmalıyam.
Ona görə sizsiz eləyəcəm. Amma bəlkə bəzi prosesləri sizə göstərəcəm, amma tam çəkə bilməyəcəm. Və axırda sonda necə alındı sizə onu göstərəcəm. Belə, mən başladım. Və nəhayət ki, mən bitirdim öz işimi. Yer dəyişdim. Kravatların belə qoymuşam. Ceyran özü dedi ki, mama gəl belə qoyaq və ona görə mən dəyişdim. Mənim uşaqlarım mənim kimi yer dəyişməyi çox xoşlayırlar. Kravatın yerini dəyişməyi, mebelin yerini dəyişməyi çox xoşlayırlar. Mən də xoşlayıram. Və ona görə qulaq asdım Ceyranın sözünə və belə elədim. İndi Ceyranın çox xoşuna gəlir. Hələlik qoy belə olsun. Bezəndən sonra təzədən yeri dəyişəcəm. Onu qoymuşam, o trümanı o tərəfə qoydum. Çünki orada yer çox idi və ona görə dedim orada olsun. Mişaçılıq olmasın. Əvvəl burada dururdu və ona görə biraz o tərəfə keçmək üçün rahat değildi. Amma indi ora qoydum. Çox da rahat oldu. Bu divarı sökmək mümkün deyil. Bu Ceyranın aboylarıdır. Ona görə heç əl vurmamışam. Bu kaskalardır. No, sənin aboy kimidir. Aboy əvəzidir. Xalçanı qoymaq istəyirdim bu tərəfə, amma uşaqlar burada otururlar və kreslonu arxaya eləyəndə həmişə ilişəcəkdi. Ona görə dedim xalça burada olsun, amma ora uşaqların ayağının altına balaca belə xalça qoymuşam. Onlara bəs eləyər. Onsuz da burada gəzmirlər. Belə. Bu da elə belə qoymuşam da. Stolun üstünü təmizləməyə heç fərqi yoxdur. Yəni yığışdırsan da, yığışdırmasan da o belə vəziyyətdə olacaq. Düzdür, mən tozunu sildim. Bəzi yerlərin xırda-xırda kağızları aparıb atmışam. Amma burada başqa nə var? Heç nəyə əl vurmaq olmaz. Mama bunu koyar oraya. Biz deyirik, mama, mən kardeşim hardadır? Mama, sen haradasın? Hə, bir şey buradan götürən kimi həmən dəqiqə başlayırlar axtarmağa. Elə bil hiss eləyirlər ki, mən buranı yığışdırmışam və bir şeyi nəyisə buradan götürüb atmışam. Həmən dəqiqə axtarırlar. Çünkü bu yıkadı yoktu. Stolu da yer dəyişmək eləmədim, çünki burada uşaqlar belə bəziyiblər. Stolun o bir tərəfə qoysam, onda bura belə qalacaq. Uşaqlar heç xoşlamazlar. Ona görə dedim qoy stol elə burada qalsın. Həm də mane eləmir bizə. Çox rahat da bir yerdədir və ona görə. Belə qoymaq, bunu da çıxanda Nə bilim, saxladım belə. Nəysə, nəhayət ki, mən öz işimi bitirdim. Mən artıq gedirəm istirahət elə. orada da burada. Saçıma kraska qoymuşam və buranı bu vəziyyətə qoydum. İndi saçımda kraska durana qədər mən 30 dəqiqə saxlayıram. O reaksiya verənə qədər mən buranı tez səliqəyə salım. Və yadınızdadır, bunu sizə göstərmişdim, Temuda almışdım. Leyli artıq onu işlədir. O üz yumaq üçün çox qəşəngdir deyir, rahatdır. Və bunları da işlədir. Bunu əslində üzümə almışdım, əl üzümü yuyanda, sonra maska eləyəndə, yuyanda ki, qollarım, koftanın qolları islanmasın. Amma mənə hələ də növbə çatmayıb, çünki Leyli özü bunu işlədir. Həmişə götürəndə bunlar belə nəm olurlar. İndi də nəmdir. Səhər əl üzünü yumuşdu Leyli. Bura qoydu ki, biraz qurusun. Belə, buranı indi səliqəyə salacağım. Əlcəyi yudum. Heç cırılmadı, deşik zadı yoxdur. Ona görə bunu qurudub, sonra yaxşı qatlayacağım ki, növbəti dəfədə bunu işlədəcəm. Əlcək cırılanda əlbəttə ki, tuluyuram, amma cırılmayanda yuyuram və növbəti dəfə üçün saxlayıram. Çünki axır vaxtları kraska alanda bir də baxırsan ki, içində əlcək yoxdur. Ona görə əlcəkləri axır vaxtları başlayıram saxlamağa. Belə. Sonra sizə diş pastamı göstərim. Bu diş pastası artıq yoldaşım bəlkə də 4 dəfə deyib ki, bunu tullan. Amma tullamıram, çünki içində pasta var. Düzdür, buradan çıxmır. Amma bunu bugün kəsəcəm və buranı özüm təkcə işlədəcəm. Bunu heç kim işlətmir. Kəsəndən sonra yalnız bir nəfər işlədir, o da mən. Amma evdə hamı bu pastanı işlədir. Belə. Yoldaşım deyir, yalandan özünə təsəlli verirsin, amma elə deyil. Bunu kəsəndən sonra hardasa bir 4 gün bu pastanı işlədə bilirəm. Görün nə qədər qənaətdir. Nəysə, indi buranı tez səliqəyə salacağım və bundan da biraz sizə danışım. Bu deməli balzamdır, şeydən çıxıb, kraskadan. Bunu kraskaya qatmıram. Saçı yuyandan sonra bunu saçma eləyirəm və yenə də hardasa 5-10 dəqiqə
saçımda saxlayıram və sonra ucu yaxalayıram saçımı. Çox qəşəng parlaqlı olur onda saç və yumşaq. Adi vaxtları kraska qoyandan sonra bunu içinə qatırdım, əvvəl belə eləyirdim. İçinə qatırdım, saçım cod olurdu və parıldamırdı. Amma indi bunu sonra eləyirəm, kraskaya qatmıram. Sonra saçıma vururam, saxlayıram biraz və maskadır da elə bil. Saç onda başlayır parıldamağa, həm də yumşaq olur belə. Nəysə, buranı səliqəyə salım, sonra sizə qayıdacağam. Mən öz işimi bitirdim. Təzə dəsmalı indi asacağam. Köhnə dəsmalla burada güzgünü silmişəm. Siz də belə eləyirsiniz. Çirkli dəsmalı götürəndə, dəyişəndə həmən dəsmalla güzgünü silirəm. Güzgü təmiz idi, çirkli deyildi. Sadəcə 1-2 yerdə var idi, damcı var idi. Uşaqlar üzünü yuyanda bilmirəm, çox hündürdədir bizdə güzgü. Ora damcılar necə oturur, mən bilmirəm. Nəysə, artıq bizim rakvina qəşəng belə parıldayır və tualetdən artıq çıxmaq olar. Artıq videom sonuna gəlib çatıb. Ümid edirəm ki, bu dəqiqəyə qədər baxmısınız, mənimlə olmuşdunuz və əgər hələ də mənim kanalıma abunə olmamısınız, mütləq dəstək olun, rəy bölməsinə smaylik saxlayın və like eləməyi unutmayın. Mən isə həmişəki kimi öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram, sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda mütləq və mütləq görüşərik. Hələlik.